Pulunuzun qədrini bilin. 3000-5000 verib MacBook Pro almağa dəyməz. Çünki pulunuzun yarı qiymətinə zərif, incə və bir o qədər mükəmməl göstəriciləri olan Asus VivoBook S14 OLED modelini əldə edə bilərsiniz. Bu modelin xüsusi özəllikləri barəsində çox danışmaq olar. Məsəl üçün 14 inç OLED matrisasının olması, korpusunun bütövlükdə metal olması, bədinin böyük ölçüdə və eyni zamanda toxunuşla idarə oluna bilməsi. Bu balaca cırtdanın ən son nəsil Intel Core Ultra 5 ikinci nəsil prosesoru, 8533 MHz tezliyi olan operativ 16 GB yaddaşı və 512 GB M2 sürətli SSD-si var. Test sistemi keyfiyyətli Harman Kardondan, video karta isə burada yeni nəsil Intel Arc Graphics 8 GB yaddaşla bizimkilər Construct'da test elədilər və mükəmməl bir keyfiyyət alırlar. Bütün dediklərimi nəzərə alıb bu notebooka 1399 manat verməyə dəyər-dəyməz bu barədə şərh bölməsinə yazarsınız.